İsrail xalqını bir yada salın. Kəlam onu bizi üçün nümunə göstərir. Allah İsrail xalqını Misirdən, əsarətdən çıxardır. Onlara gözəl həyat verəcəkdir. Düzdür? Amma İsrail xalqı dənizdən də, möcüzəvi yollarla da çıxır. Onlar balaca bir çətinliyə düşən kimi nə etdilər? Deyinməyə başladılar. Deyinməyin, Allahın xoşu gəlmir. Bəxtəvər saymayın o şəxslər ki, Maldiv adalarında dincəlir. Onlar deyil bəxtəvər. 10 dənə maşını, 10 dənə evi olan deyil bəxtəvər. Bəxtəvər o şəxslərdir ki, Allahın sirri olan İsa Məsih o şəxsə açılıb. Siz də onları bəxtəvər saymayın. Çünki biz bilirik bəxtəvərli insan da bu dünyada deyil və olmayacaq da. Kəlam deyir, hər şeydən əvvəl Allahın padşahlığını axtarın. Onun salihliyini axtarın. Əgər Allahın ruhunu almamısınızsa, yalvarın o ruh üçün, yalvarmayın pul üçün, yalvarmayın ev üçün, uşaq üçün, qız üçün, oğlan üçün, yalvarın Allahın ruhunu, onu istəyin. Çünki biz bilmirik sabah nə gələcək başımıza. Heç kəs əmin deyil, sabah nə ilə rastlaşacaq, nə qədər gec deyil. İnsan nə qədər yaşayır, ona ümid var. Bugün buradasansa, ümidin var. Bugün bu sözləri eşidirsənsə, deməli sənə ümid var, sənə şans var. Sadəcə addım atmaq lazımdır, diləmək lazımdır, yalvarmaq lazımdır. Lazım gəlsə oruç tutmaq lazımdır ki, Allah öz sirrini açsın.